Dünəndən uşaqlar burada qalıb, taşlı dünən tezlənən hamısı buradadır. Buraxmaq söhbəti də yoxdur. Qalmışıq burada günün altda, yeməyimiz yox, içməyimiz yox, yolun qırağında. Gürcüstan-Azərbaycan sərhədinin Qırmızı Körpü sərhəd keçid məntəqəsində Gürcüstandan Azərbaycana keçməyə gözləyən yük maşınlarının uzun növbəsi yaranıb. Məlumata görə yük avtomobillərinin növbəsi 10 kilometrdən artıqdır və yüzlərlə tır hazırda öz növbəsini gözləyir. Bildirilir ki, tır parklarının olması səbəbindən yük maşınları yol kənarında saxlanılır. Bu isə həmin istiqamətdə digər nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradır. Belə ki, sürücülər günlərdir ki, yol gəldiklərini, sərhədə çatanadək hələ ən az 4-5 gün yenə sırada olacaqlarını deyirlər. Bu da öz növbəsində yük maşınlarının sürücülərinə böyük çətinliklər yaradır. Yaklaşık önümüzdeki arkadaşlarımızın bize verdiği bilgiler 6-7 günde geçiyorlar bir gümrüğü. Biz de yol üzerindeyiz. Burada dizilmişiz sıraya. Gün zaten Batum çıkışında bir gün boyunca hiç yerimizde kımıldamadan bir parkın içinde gece saldılar bizi saat 2'de yola. Buraya kadar geldik. Buradan da işte parka gireceğiz. Bakalım 2 gün, bir gün parkın içinden de 4 günde çıkıyor araçlar, 5 günde. Mağduruz yol üzerinde, tuvalet ihtiyacımız, marketimiz, işte arabaların yanacağı, havalar sıcak. Mağdur oluyoruz yani bunun bir önlemi, bir giderini bir büyük devlet büyüklerinden rica ediyoruz. Yani bir yardımcı olursalar teşekkür ederiz. Bize bir söz demirlər, burada problem nədir? Biz yani problemi yani heç kim bizə o söz demiyor. Məncə başlı sutka yarımdır buradayam yolda. Növbə gözləyirəm, parka gedib girməkdə ötər. Sutka yarım düşür. Valla normal olanda belə yani bir sutkaya keçirik biz bu yolu. Yani bir sutkaya keçirik normal olanda. Yani bugünkü gün yani burada belə mən hardasıda bir 4-5 saata 4 kilometr yol gəlmişəm. 4-5 saata 4 kilometr yol gəlmişəm. İndi burada da saxlayıblar ki, gözdə burada. İndi akşama gidip parka satacağım, satmayacağım da onu da bilmirəm. Kapılarda kuyruk çok. Yani araçlar hep bu taraftan geldi. Yollar kalabalık işte. Yol üstünde 3-4 gün, 5 gün gelirse anca geçeriz Azerbaycan tarafına. Yanacak, yiyecek. Bazen mağdur oluyoruz. 4-5 günde tuvalet giderleri yok. Perişan yol üzerlerinde yani arabaya inip çıkmaya insan çekiniyor. Araba gelip bunu trafiği aksattık. Trafik fena. Görüyorsunuz buradan aşağı kuyruğu işte. Kömürlüklə bağlıdır, buraxmırlar. Biz səhər tezləndən gəlmişik. Axşamdan bizi kabuletidə yığdılar, gecə saat 1-də buraxdılar. İndi də gəlmişik burada böyük bir sıraya dayanmışıq. Sürücülər həmçinin Türkiyədən Azərbaycana daşıdıkları ərzaq məhsullarının təyinat yerinə gedib çatmadan xarab olacağından da narahatdırlar. Yüküm də üzümdür. Türkiyədən yığmışam, Moskvaya gedirəm. Burada yerində xaladenik işləyir. Yəni mənim rasxodlarım burada başqa cürədir. Yolun qırağına dayanmışam, kafe yox. Yəni bir dal deyilənmək bir yer yoxdur. Maşınlarımız da töyük əti Türkiyədən yükləmişik. Minus 22 dərəcə ilə. Bizi yanacağımız tükənmə üzərindədir, buraxmırlar. Skarapot, sənətimizdə skarapotdur. Getdik qabağa, qabaqdan qayıb bizi geri qaytardı. Biz də sənət göstədirik, sənəti də almadı polis. Deyirik ki, biz skarapotuq da bizim yanacaq tükənir, qutarır. Biz neyək dedik, üstümə qışqırır ki, dava get geri. 50 maşın təzdən sıradan çıxdım, bir də gəldi mən axıra düşdüm. Məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi Departamenti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Qırmızı Körpü sərhəd keçid məntəqəsinin fəaliyyətində heç bir maneə və ya problem yoxdur. Gəlirlər xidmətindən də hər hansı problemlə bağlı heç bir açıqlama edilməyib. İlkin ehtimallara görə yük maşınlarının böyük növbələrinin yaranmasının səbəbi digər sərhəd keçid məntəqələrində yaşanan müxtəlif problemlərə görə Qırmızı Körpüyə üst tutan sürücülərin sayının çoxalmasıdır.